قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ومن نعمره ننكس في الخلق أفلا يعقلون Sadaqallahul azim. Möhtərəm möminlər. Uca Allah bütün varlıqları kamil bir nizam, intizama əsasən xəlq etmişdir. Hər bir canlının öz nəslini davam etdirməsi bu sistemin bir parçasını təşkil edir. Həyata yeni qədəm qoyan hər canlı zəif, aciz və himayəyə möhtac halda dünyaya gəlir. Sonra inkişaf edərək yetkinləşir. Zaman keçdikcə güclənir və nəhayət yaşa dolu qocalır. Qocalıq və yaşlanma həyatın danılmaz həqiqətidir. Dünya həyatının fani, insanın aciz və ölümün şəksiz şübhəsiz olduğunu göstərən bu həqiqət uca yaradanın baqi və qüdrətinin sonsuz olduğunun da açıq dəlilidir. Buna işarə edən Allah-u Teala Quran-ı Kərimdə belə buyurur. Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik. Başqa şəklə salarıq. Qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədib, bildiklərini unutdurar, özünü də uşaq kimi edərik. Məgər kafirlər bütün bunları gördükdən sonra Allahın hər şeyə qadir olduğunu dərk etməzlərmi? Yasin surəsi 68-ci ayət. Əziz möminlər, bugünün gəncləri sabahın yaşlıları və qocalarıdır. Bugün malik olduğumuz gənclik, sağlamlıq, güc və qüvvəti ömür boyu qoruya bilməyəcəyimiz bir gün qocalığın bizi taqətdən salacağı hər birimizə məlumdur. Bu qanun həyatda heç kəsdən yan keçməyəcək. Bir gün özümüzün də qocalacağımızı bildiyimizə görə yaşlılara, xüsusilə ata-ana, nənə və babalarımıza qarşı ehtiramla davranmalı. Bu işdə övladlarımıza və gənclərimizə nümunə olmalıyıq. Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem daim qocalara hörmət göstərməyi və onlara nəvazişlə davranmağı tövsiyə etmiş. Hər şey verdikdə əvvəlcə onlara təklif etməyi və hər bir işdə onları önə keçirməyi buyurmuşdur. Böyüklərə hörmətsizlik, kiçiklərə kobudluq edənin kamil mömin sayılmadığını Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir hədis şərifində belə vurğulamışdır. Kiçiklərimizə mərhəmət etməyən və böyüklərimizə hörmət göstərməyən bizdən deyildir. Davranışları ilə hər bir işdə insanlığa nümunə olan Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bu işdə də bizə nümunəvi həyat yolu nümayiş etdirmişdir. O, valideynləri vəfat etdikdən sonra onu himayə edən, müşriklərin hücumlardan qoruyan əmsi Əbu Talibə xüsusi hörmət bəsləmiş. Həmişə ona yüksək ehtiram göstərmişdir. Əsirlər arasında özünə süd analağı etmiş, Sümeyyəni tanımış, dərhal onu azad etmiş və hədiyyələr verərək yola salmışdır. Allahın elçisi sallallahu aleyhi ve sellem bildirmişdir ki, yaşlılara kömək və qulluq edən şəxs qocaldıqda Rəbbimiz də ona qayğı göstərən və yardım edən birini bəxş edər. Möhtərəm müsəlmanlar, zəifin əlindən tutmaq, xəstəni ziyarət etmək, azları doyurmaq və möhtaclara yardım əlini uzatmaq, qocalara hörmət göstərib, könüllərini almaq, dualarını qazanmaq dini vəzifələrimіздəndir. Quran-ı Kərimin bu ayəsi qoca ata-anamıza necə davranacağımızı açıqlayan ən gözəl əxlaq nümunəsidir. Rəbbin yalnız ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi, onlara yaxşı baxıb gözəl davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında yaşayıb qocalığın ən düşkün çağına yetərsə, onlara uf belə demə. Üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış. Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb, ey Rəbbim, onlar məni körpəliyimdən nəvazişlə tərbiyə edib bəslədikləri kimi sən də onlara rəhm et, de. İsra surəsi 23-24-cü ayət.